günləri mənim üçün çox görülməyəcək bir çıxış eləmək. O qədər müəllimlərin qarşısında, qonaqlarımızın qarşısında Türkiyədən gələn, xoş gəlmişsiniz. Türkiyədən gələn qonaqlarımız Abdülhəlim Ümidvat 18 yaşında 5 aylıq əskər oldu. Suboşun istiqamətində şəhid oldu. 33 gündən sonra Teymkanla əmniyyət tapmış. Bunu nəyə görə demişdim? Bu adlardan 3000-dən çox şəhidimiz var. Adları çəkib edərəm sizə. O uşaqların hərəsi bir tarixdir. Bəyaları professorlar danışanda dedilər ki, bu məktəbdə oxuyan uşaqlar həqiqətən dəcəl olublar. Elə birim mən deyirdim ki, bundan Qarabağ alan olar. Amma vaxt gəldi, yetişdi və bu günləri mən onunla fəxr edirəm. Bu günləri bütün Azərbaycanımızla fəxr edirik. Və mənim bu günləri borcumdur ki, sizlərə çox sağ ol deyim. Çünki siz müəllimlərə çox sağ ol demək mənim borcumdur. Niyə görə? Bizim uşaqlarımızın iki ailəsi olur. Bir bizim ailəmiz, bir də ki, gedən məktəblər də ailə olurlar. Bu günləri siz mənmələr, o Qarabağı onlara aşılamasaydınız, o sevgini, vətəni sevməyi aşılamasaydınız, bu günləri Qarabağı biz ala bilməzdik. Və bu günləri mənim bu qədər müəllimlər yaşam vaxtı mən sizdən bir şey xahiş etmək istəyirəm. Tariximizi unutmağa qoymuyor. Balalarımızı unutmağa qoymuyor. Çünki biz unuda gəlib bu vəziyyətə çıxmışıq. Burada çox sözlər deyildi, həqiqətən çox gözəl sözlər danışıldı, bütün məsələlərə toxunuldu və mən İstərdim ki, bizim balalarımızı yaşadılsın və bu tarixi yazan bizim balalarımızla birgə 200 ildən artıq çox alınmayan torpaqların yumruğunu göstərən İlham müəllim haqqında, onun haqqında tarixlər yazılmağını xahiş edirəm və onun yaşadılmasını xahiş edirəm. Və bu günləri bizim qürurla danışmağımız o insanlara, o şəhidlərə borcluyuq və hər zaman da onları unutmağa biz imkan verməməliyik. Və təşəkkür edirəm. Sadəcə təşəkkürlər. Çox sağ olun ki, varsa sizi kimi müəllimlər var və mən Türkiyədən gələn qonağımızın şəxsən öz adımdan, şəhid anası adından şəhidlər şəhərinə salam istəyirəm, çatdırım. Salamımızı çatdırım.